rəqibi yenə də ACB idmançısı Elməddin Muradov Göyük Kəmərlə çəkisi 65 kilogram olan idmançılar arasında çempion adı uğrunda mübarizə aparır. Mübarizənin əvvəlində Fuad Abdüləziz təşəbbüsə yerəməyə cəhd edir və bir qayda olaraq rəqibini müdafiə vəziyyətində döyüşməyə məcbur edir. Amma Elməddin Muradov əks zərbələrlə rəqibini qarşılayır və mübarizə çox maraqlı bir xarakter alır. Elməddin Muradovun zərəri təsirli alınır və Fuad Abdüləzimov vəziyyəti bərabərləşdirməyə cəhd edir. Amma hakim görüşünü dayandırır və bildirir ki, artıq fən tətbiq eləmək üçün imkanlar tükənmişdir. Ona görə də mübarizəni ayaq üstə davam etdirmək lazımdır. Dövüş davam etdirilir. Fuad Abdüləzimov hücum üslubunda döyüşməyə çalışır. Kempo yarışının qaydalarına görə idmançılar həm əl, həm də ayaq zərbələrdən istifadə edə bilərlər. Yəni, burada zərbənin gücünə heç bir məhdudiyyət qoyulmur. İdmançılar tam qüvvə ilə fənzi tətbiq edə bilərlər. Və boksda olduğu kimi burada da knockdown, eləcə də knockout vəziyyətləri yer alır. Judo yarışlarında olduğu kimi ağırdıcı və boğucu fəndlər də tətbiq etmək olar. Sizlə burada ən müxtəlif fəndlərin variasiyaları var. Bəli, sizdən razıyam. Yəni, bugünkü gündə mən dediyim kimi, yəni bütün idman növləri özlərini bizim yarışlarda sınırlar. Biz üçün hamədən qarşılığı əməkdaş edirik, onlara yarışlarda iştirak edirik. Yəni, bugündən görürsünüz ki, Abdüləzimov Fuad, Qırmızı Kürşdə Toğrul İdman nümayəndəsi və Muradov Elməddin Ağdabədli nümayəndəmiz, Ağdabəddən olan idmançımızdır, bugünlərim yarışı iştirak edir. Gördüyünüz kimi idmançı Fuadımızın şətin vəziyyətdə şübhədir, bu dəfə oranlardan vəziyyətindədir. İndi hal-hazırda referi onu özünə yetirməyə çalışır, yardım göstərir, bəli. Amma belə də var ki, çətin ki, o mübarizəni davam edir. Qələbə Muradov Elməddindədir və bu nəticəyə gəlmək olar ki, bugün Abdüləzimov Fuad bu yarışı ikinci yerdən başa vuracaq. Bəli. Yəni, bu idmançılardan qalib gələnləri milli komandada iştirak eləmək Əlbəttə ki, yığma komandanın tərkib hissəsi olar bunlar hamısı və yığma komandanın tərkib hissəsi olaraq sabahlarım məsələn, bizim beynəlxalq yarışlarımızda, Dünya Avropa yarışlarında bu yarışın iştirak eləməsində, yəni bunlar cülavasında o yarışlarda iştirak eləməyə istədiyimiz alır. Beləliklə, qalib elan olunur Elməddin Muradov ringi qələbi ilə tərk edir. Fuad Abdüləzimov isə Azərbaycan çempionatında gümüş mükafatının sahibi olur. İndi isə mükafatlandırma mərasimi başlanır. Qeyd olunduğu kimi 45 kilogram şəhid dərəcəsində Toğrul İdman Klubunun yetirməsi Mahmud Məhəmmədi qalib gəldi. Peşəkar Sanda klubunun üzvü Orhan Cavadov isə çəkisi 60 kilogram qədər olan idmançılar arasında birinci yeri tuttu. Wolf klubunun yetirməsi Səxavət Başşəliyev isə gümüş mükafata layiq görülür. Beləliklə, mükafatlar öz sahiblərinə təqdim olunur. İndi isə 65 kilogram şəkil dərəcəsində fərqlənən idmançılar mükafatlandırma mərasiminə dəvət olunurlar. ACB idmançısı Elməddin Muradov Azərbaycan çempionu adını qazanır. Ona qızıl medal və diplom təqdim olunur. Gümüş mükafatı Toğrul İdman Klubunun kempo ustası Fuad Abdüləzimov qəbul edir və turnirin baş mükafatı da Elməddin Muradova verilir. Şübhəsiz ki, Azərbaycan çempionatında keçirdikləri bu döyüşlər idmançılar üçün dünya çempionatı arasında yaxşı sınav olacaq. 70 kilogram çəki dərəcəsində finalçılar ringə dəvət olunurlar. Wolf İdman Klubunun nümayəndəsi Rəşad İsmailov və